Bismillah, elhamdülillah və salatu və selamu ala Rasulillah və ala alihi və sahbihi və mən valah və mən istənnə bi sünnətihi ilə yevmiddin əmmə bə'd. Əziz müsəlmanlar, bugünkü söhbətim İslama dəvətdə daha bir qayda haqqındadır. 10-cu qayda və İslama dəvətdə mühüm qaydalar kitabının izahıdır həmçinin. 10-cu qayda belədir. İslama dəvət hisslər və emosiyalar üzərində deyil, elm və bəsirət üzərində qurulmalıdır. Bu qaydanın əsas məqsədi odur ki, İslam dəvətçisinin dəvəti elm və bəsirət üzərində olmalıdır və onun dəvətinin əsas hissəsini bu istiqamət təşkil etməlidir. O, hisslərə və emosiyalara qapılan çıxışlardan uzaq olmalıdır. Amma bu o demək deyil ki, İslama dəvətdə hisslərə və emosiyalara ehtiyac yoxdur. Əksinə, Uca Allah bəşər övladına iki mənəvi güc vermişdir ki, ondan biri ağıl gücü, digəri isə emosional gücdür. Odur ki, bir İslam dəvətçisi bu hər iki mənəvi gücü düzgün yönləndirməli, düzgün istiqamətdə istifadə etməlidir ki, hətta o öz dəvətini uğurlu həyata keçirsin və öz çıxışlarında daim emosiyalara qapılaraq, hisslərinə qapılaraq səhvlərə yol verməsin və bununla da həm öz dəvətinə, həm də ümumən İslam dəvətinə zərər verməsin. Diqqətə çatdırmaq istədiyimiz məsələ də budur. Yəni, buradakı təhlükə sırf bu məsələdir və bunun fərqində olmaq lazımdır. Yoxsa ki, bir İslam dəvətçisinin insanların ağlına, hisslərinə, emosiyalarına gözəl bir şəkildə xitab etməsində heç bir problem yoxdur. Eyni zamanda da unutmaq olmaz ki, İslam dəvətinin əsli, təməli elm və bəsirət üzərində olmalıdır. Çünki əgər söhbət İslama dəvət məqamından gedirsə, elm və bəsirət dinimizdə təriflənmişdir, hisslərə və emosiyalara qapılmaq isə dinimizdə təriflənməmiş, əksinə məzəmmət olunmuşdur. Uca Allah Quran-ı Kərimdə belə buyurur: "Qul hadihi sabili ad'u ilallahi ala basiratin ana və men ittaba'ani." Uca Allah buyurur ki, de, bu mənim yolumdur. Mən və mənə tabe olanlar bəsirət üzərində Allaha dəvət edirik. Yəni, mötəbər dəlillərə, elmə əsasən insanları Allaha dəvət edirik. Və əsl tövhid və sünnə dəvəti də məhz belə olmalıdır. Tövhid və sünnə dəvəti heç də qışqır-bağır salmaqdan, parlaq şüarlardan, emosional çıxışlardan ibarət deyil və heç də belə olmamışdır. Və heç də əbəs yerə deyil ki, çox zaman cəmiyyətlərdə baş verən fitnələr daha çox çılğın, hisslərinə qapılan, emosional şəxslər tərəfindən tüğyan eləyir və onlar öz hisslərini, emosiyalarını idarə edə bilmədikləri üçün ağlın, elmin və bəsirətin hökmündən, nəzarətindən kənara çıxır və çoxlu səhvlərə yol verirlər. Haqqında danışdığımız İslama dəvət qaydasının ən əsas mühüm cəhəti odur ki, bunu bildikdə insan öz ağlı və hissləri arasındakı tarazlığı qorumağa çalışacaq və bunun yolunu öyrənəcəkdir. Bu mövzuda bizə ən gözəl örnəklərdən biri də Allahın elçisi Muhammed sallallahu aleyhi və səlləmdir. Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına bir gənc gəlir və həmin gənc Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmə zina etmək istədiyini bildirir. Peyğəmbərin ətrafında olan insanlar, səhabələr buna qəzəblənir və onu ədəbləndirmək istədikləri halda Peyğəmbərimiz onları sakitləşdirir və deyir ki, gənci mənə yaxınlaşdırın və gənclə söhbət edir. Allahın elçisi Muhammed sallallahu aleyhi və səlləm həmin gəncin həm emosiyalarına, həm hisslərinə, həm də ağlına xitab eləyir və onunla çox maraqlı bir diyaloğu baş tutur. Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm həmin gəncə gözəl bir şəkildə suallar verir, əqli məntiqi suallar verir və həmçinin də o suallar onun hisslərinə, emosiyalarına ünvanlanmış suallar idi. Sualların mahiyyəti təqribi belədir ki, Peyğəmbərimiz ona öz yaxınları ilə belə bir çirkin əməlin edilməsinə razı ola bilərmi deyə suallar verir. Məsələn, istəyirsənmi sənin ananla, xalanla, bacınla, bibinlə və s. suallar verir ki, yəni istəyirsənmi sənin yaxınlarınla həmin çirkin əməli etsinlər. Həmin gənc isə cavabında xeyr, yox ya Rasulallah deyə cavab verir və Peyğəmbərimiz sonda onu əqli cəhətdən, elmi cəhətdən başa salır və həm də onun hissləri də buna razı olur. Və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bu söhbətin sonunda həmin gəncin köksünün genişlənməsi və qəlbindəki günah istəyinin aradan qalxması üçün Uca Allaha dua edir və Allah da onun duasını qəbul edir. Həmin söhbətdən sonra həmin gənc sanki heç belə bir niyyətdə olmamış kimi qəlbini rahat hiss edir.
Bəli, İslam dəvəti insanların həm ağlına, həm də hisslərinə xitab edir. Buna aid misallardan biri Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmin bazarlardan birinin yanından keçərkən yolda gördüyü bir keçi leşi barəsində sahabələrinə verdiyi sualdır. Yol kənarında bir keçinin leşi var idi və onun qoxusu ətrafı sarmışdı. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm özü oradan keçərkən yanındakı əshabına belə bir sual verir. Sizlərdən kim bunu alar? Yəni, sizdən kim bu ölmüş, iylənmiş keçini alar deyə onlara bu mənada sual verdikdə, onlardan heç kim buna razı olmur. Və Allahın elçisi Muhammed sallallahu aleyhi və səlləm həmin məqamı düzgün dəyərləndirərək, onların emosiyasına düzgün xitab edərək, dünyanın həqiqətini onlara başa salır. Beləcə, onların həm ağlına, həm də hisslərinə, emosiyalarına xitab etmiş olur. Həmçinin Buxar və Müslimin rəvayət etdiyi maraqlı bir hədis də var. Həmin hədisdə yenə Allahın elçisi sallallahu aleyhi və səlləm sahabələrinə gözəl bir örnəklə onların hisslərinə və ağıllarına toxunan əsrarəngiz bir misal verir. Deməli, əsir düşmüş qadınlardan birini uzaqdan seyr edirlər ki, həmin qadın çox böyük bir həyəcanla öz körpəsini axtarır. Nəhayət, həmin qadın öz körpəsini tapır və bağrına basır və bundan sonra öz körpəsinə süd verməyə başlayır. Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm sahabələrinə həmin mənzərəni göstərərək deyir ki, baxın, sizcə bu qadın öz övladını oda atarmı? Deyirlər ki, yox, ey Allahın elçisi, bu qadın öz övladını oda atmaz. Səhabələr belə cavab verdikdə Allahın elçisi Muhammed sallallahu aleyhi və səlləm buyurur, Allah öz qullarına qarşı bu qadının öz körpəsinə rəhmli olmasından daha rəhmlidir. Beləcə, Allahın elçisi Muhammed sallallahu aleyhi və səlləm emosional durumla əqli misalı eyni anda cəm etmiş olur. Deməli, əziz müsəlmanlar, bu qısa söhbətimizdən aydın olur ki, İslama dəvət emosionallıq üzərində deyil, hisslər üzərində deyil, elm və bəsirət üzərində olmalıdır və lakin dəvət zamanı insanların hisslərinə, həmçinin ağlına xitab etməkdə bir problem yoxdur. Əksinə, bəzən bu daha gözəl ola bilir. Sonda bu qaydaya riayət etməməyin bəzi təhlükələri haqqında gəlin qısa xəbər verək və söhbətimizi yekunlaşdıraq. Bu qaydaya riayət etməməyin ən böyük təhlükələrindən biri insanların parlaq şüarlara və hisslərə aldanaraq doğru yoldan azmasıdır. Başqa bir təhlükə isə insanın Rəbbani, nümunəvi din xadimi və ya nümunəvi dindar görkəmini itirməsidir. Başqa bir təhlükə isə İslam dəvətinin zəifləməsi və fəsadın yayılmasına şəraitin yaranmasıdır. Çox zaman bilinməyən təhlükələrdən biri isə İslam düşmənlərinin öz hisslərinə hakim ola bilməyən dəvətçidən və ya sıravi müsəlmanın hərəkətlərindən istifadə etmələridir. Hisslərinə və emosiyalarına qapılan bir dəvətçi isə həm özünə, həm də cəmiyyətə zərər verir, həm də müsəlman topluma zərər verir. Söhbətimizi çox uzatmadan deyək ki, İslam dünyasında, İslama dəvət sahəsində ən böyük təhlükələrdən biri də elmi danışmaq əvəzinə emosional hisslərə qapılaraq danışmağa üstünlük verilməsidir ki, bunun zərərləri barəsində nə qədər danışsan, danışmaq mümkündür. Lakin bu qədəri ilə kifayətlənirik, Allahdan istəyirik ki, bizləri həm hisslərə, həm də ağıllara hikmətli bir şəkildə xitab edən dəvətçilərdən etsin və bu İslam dəvətində müvəffəq olan, həddini aşmayan və orta ümmət olan qullarından və dəvətçilərindən etsin. Hədə və sallallahu alə nəbiyyinə Muhammed və alə alihi və sahbihi əcməin.